Salam, vaxtınız xeyir olsun. Mart ayının 9-dan 10-dan keçən gecədən başlayaraq 16 Mart gündüz saatlarına qədər olan müddət ərzində Bakı Abşeron Sumqayıt arasında hava şəraitinin tez-tez dumanlı keçməsi gözlənilir. Xüsusi ilə də ayrı-ayrı saatlarda dumanın kifayət qədər güclü, yəni qatı bir dumanlı hava şəraiti gözlənilir. Nəticədə bir sıra avtomobil yollarında görmə məsafəsinin kəskin şəkildə azalması gözlənilir. Kanalda əvvəlcədən də bildirdiyimiz kimi Mart ayının 10-dan 17-sinə qədər olan müddət ərzində Cənubi Qafqaz, Azərbaycan arasında hava temperaturunun əvvəlki illərin çoxlu göstəricilərindən fərqli olaraq 16-20 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Nəticədə mərkəzi Aran rayonlarında havanın maksimal temperaturunun günorta saatlarında müsbət 25-30 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Lakin prosesin əks təsirləri nəticəsində Bakı Abşeron Sumqayıt arasında isə tez-tez dumanlı hava şəraiti gözlənilir. Xüsusən Xəzər dənizindən daşınan rütubətli hava kütlələrinin Mart ayının 9-dan 10-dan keçən gecədən başlayaraq 16 Mart gündüz saatlarına qədər olan müddət ərzində tez-tez Abşeron yarımadasında dumanlı hava şəraitinə səbəb ola bilər. Xüsusilə də bu prosesə səbəb isə Bakı Abşeron Sumqayıt arasındakı hava sahəsində orta və yuxarı troposferdə havanın temperaturunun normadan artıq yüksəlməsi gözlənilir. Yəni Mart ayının çoxillik göstəricilərindən, çoxillik iqlim normasının temperatur göstəricilərindən daha da güclü bir istiləşmə gözlənilir orta və yuxarı troposferdə. Bu prosesin əks təsirləri nəticəsində isə troposferin aşağı qatlarında, yəni Bakı Abşeron Sumqayıt arasındakı hava sahəsinin troposferin aşağı qatlarında isə bu proses dumanlı hava şəraitinə səbəb olacaq. Nəticədə Mart ayının 9-dan 10-dan keçən gecədən başlayaraq 16 Mart gündüz saatlarına qədər olan müddət ərzində xüsusilə də görmə məsafəsinin ayrı-ayrı saatlarda 50-100 metrə qədər azalması gözlənilir. Bu da kifayət qədər qatı bir dumanlı hava şəraiti deməkdir. Proses Azərbaycanın şəhər mərkəzlərində isə güclü isti hava şəraiti ilə müşahidə ediləcək. Yəni havanın temperaturunun Mart ayının 10 gündüz saatlarına başlayaraq 17 Mart tarihinə qədər günü-gündən yüksəlməsi gözlənilir. Nəticədə havanın maksimal temperaturunun günorta saatlarında müsbət 25-30 dərəcəyə qədər yüksəlməsi ehtimalı var ki, bu da Mart ayı üçün çoxlu göstəricilərindən xeyli yüksək bir temperaturdur. Eyni zamanda Gürcüstan arasındakı dağlarda, xüsusilə Böyük Qafqaz rayonları arasındakı qar ehtiyatının vaxtının əvvəl əriməsi nəticəsində Mart ayının 17-sinə qədər olan müddət ərzində Kür çayının yuxarı axınında, Kür çayının aşağı axınında, Araz çayında, eyni zamanda Böyük Qafqaz rayonları arasından axan əksər çaylarda, Gəncə-Qazax arasından axan çaylarda, Kiçik Qafqaz rayonları arasından axan çaylarda, Naxçıvan arasından axan çaylarda və yardımlı deyirik Astara arasından axan əksər çaylarda gürsulluq gözlənilir. Xüsusən də ən böyük risk isə Gürcüstan arasında 2025-ci ilin fevral ayında güclü qar yağmışdı. Mart ayının 10-dan 17-sinə qədər olan müddət ərzində havanın temperaturunun Gürcüstan arasında müsbət 25-30 dərəcəyə qədər yüksəlməsi ehtimalı var ki, nəticədə qarın güclü və ani şəkildə əriməsi nəticəsində Kür çayında suyun səviyyəsinin kəskin artması riski var. Yəni bu risk nəzərə alınmalıdır. Çay yataqlarına yaxın ərazilərdə daşqın riski var. Yəni bu risk qabaqcadan nəzərə alınmalıdır. Xüsusi illərdə, əvvəlki illərdə sel və daşqın hadisələri baş verən ərazilərdə yenidən güclü daşqın riskinin baş verməsi gözlənilir. Xüsusilə də Mart ayının 10-dan 17-sinə qədər olan müddət ərzində Kür və Araz çaylarında, eyni zamanda Böyük və Kiçik Qafqaz rayonları arasında axan əksər çaylarda güclü gürsulluq gözlənilir ki, bu da çoxlu göstəricilərdən 4-7 dəfə daha çox sel və daşqın hadisələrinin baş verməsinə səbəb ola bilər. Yəni Azərbaycanın demək olar ki, əksər rayonlarında havanın temperaturunun yüksəlməsi müşahidə edilsə də Mart ayının 9-dan 10-dan keçən gecədən başlayaraq 16 Mart gündüz saatlarına qədər olan müddət ərzində Bakı Abşeron Sumqayıt arasında isə tez-tez dumanlı hava şəraiti gözlənilir. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer prosesində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.